Dünən axşam 7-də rəsmi olaraq qış fəsli gəldi. Özdə təkcə bizə gəlməyib ha, Səudiyyə Ərəbistana da qış gəlib. Düzdür, bu dəqiqə orada oynayan dəvənin sahibini axtarırlar ki, qarın mənbəsini öyrənsinlər. Videoda görünən dəvələr anlamadan deyirlər ki, mən oynamamışam. İndi bu qalmaqalı kim həll eləyəcək, bunu biz bilmirik. Səhraya da qış gəldi. Bir dənə qaldı ki, bizim Şaxta babanın gəlməyi. O da Fuad sağ olsun, keçən veriliş haqqında elə danışdı ki, çətin gələ. Belə baxıram ki, Şaxta baba kimin üçün gəlsin? Gəncədə 15 yaşlı yeniyetmə ayağından bıçaqlanıb, vəziyyəti orta ağırdı. Bax, bizim 15 yaşımız olanda Şaxta baba hələ də müqəddəsliyini itirməmişdi. İndiki uşaqlara bax, bunlar nəyin qisasını alır bir-birindən? Bu nə nifrətdir bunları belə böyüdüblər? Bizi gələcəkdə nə gözləyir, heç düşünürsünüz? Uşaqlarla bağlı daha betər xəbərimiz 13 yaşlı qızla bağlıdır. 13 yaşlı qız 37 yaşlı kişidən hamilə qalıb. 37 yaşlı kişi Şaxta baba paltarı geyinib 13 yaşlı qızı maksimum sevindirə bilər. Siz bu nə hadisədə yaşamısınız? 13 yaşlı qızın 10 həftəlik hamiləliyi ortaya çıxanda məsələnin üstü açılıb. Ortaya çıxıb ki, BBC-nin əri tərəfindən bu baş verib. Ən dəhşətlisi bilirsiniz haradır? Qız və onun ailə üzvləri kişidən şikayətçi olmayıblar. Məhkəmədə qohumluq münasibətinə görə onu bağışladığını deyiblər. Düzdür, bu kişi həbs olub, amma bunlar şikayətçi deyil. Mənə maraqlıdır ki, bir adam neynəməlidir ki, onu bağışlamasınlar? Bu hərəkəti eləmək səhv deyil, seçimdir. Səhv o olar ki, kimisə üstünə qışqırasan, bilmədən ayağını tapdalayasan. 13 yaşlı qızı dilə tutub onunla intim əlaqəyə girmək bu şuurlu şəkildə baş verib. Siz beləsini bağışlayandan sonra bu potensialda olan digər adamlara da işıq yandırmış olursunuz. Qızlarımıza belə əxlaqsızlıq eləyən adamların nə bəraəti olmalıdır, nə də ki əfvi.